Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Həcər müəllimə OTK sınağının 15-ci sınağının izahını vermək istəyirəm sizlərə. Birinci sualla başlayaq. Şəkildəki hansı heyvanlar şimal yarımkürəsinin orta en dairələrində il boyu aktiv olurlar? İl boyu aktiv olması üçün birinci göstəricimiz olmalıdır istiqanlılıq. İlan, böcək, xərçəng bunlar istiqanlı deyirlər. Yarasa, quş və məməli istiqanlıdır. Yarasanın özü də məməlidir. Burada yəni 3, 4, 6 istiqanlıdır. Amma 11-ci sinifdə demək fizioloji uyğunlaşmada yazıb ki, yarasalar qışda yuxuya gedirlər. Onlarda demək il boyu aktivlik müşahidə olunmur. Buna görə 4 və 6-da il boyu aktivlik müşahidə olunacaq. Düzgün cavabımız olacaq A variantı. İkinci sual. İnsanda həm toxumluğun, həm də yumurtalığın yetişmə zonasına eyni sayda ilkin cinsiyyət hüceyrələri daxil olmuşdur. Mən bir dəqiqə planşetimi qoşum, bu məsələni həll edək. İkisine eyni sayda ilkin cinsi hüceyrə daxil olubsa, o zaman bu prosesin sonunda əmələ gələn yönəlici cisimciklərdə cəmi 207 xromosom olarsa, yumurtalığa da x qədər daxil olsun və toxumluğa da x qədər hüceyrə daxil olsun. Əgər sonda 207 xromosom varsa, bir yönəlici cisimcik haploid xromosom dəstlidir. O zaman 207-ni bölərəm 23-ə. İnsanın haploid xromosom dəsti 23-dür və bu da eləyəcək 9. 9 dənə yönəlici cisimcik var. 9 yönəlici cisimcik varsa, bir başlanğıc hüceyrədən bir qamet 3 yönəldici əmələ gəlir. Neçə hüceyrəymiş ki, 9 dənə yönəlici cisimcik əmələ gəlir, x də bərabərdir 3 başlanğıc hüceyrə. Deməli, 3 dənə yumurtalığa daxil olub, o zaman 3 dənə də toxumluğa daxil olar. Sonda cəmi neçə spermatozoid əmələ gələr? Erkəklərdə bir cinsi hüceyrədən 4 hüceyrə əmələ gəlir, 4-ü də bunun qametdir. 3 dənə daxil olubsa, 3 vurulsun 4 qədər, yəni 12 hüceyrə əmələ gələr, 12-si də bunun qamet olmuş olar. Üçüncü sual, insanın hansı orqanında qanın axma istiqaməti arteriya, kapilyar arteriya, hansında vena kapilyar vena ardıcıllığı olar. Bilirik ki, arteriya kapilyar arteriya ardıcıllığına biz nefronun qədəh bənzər kapsulunda rast gəlirdik. Vena kapilyar vena isə qaraciyərdə rast gəldik. Ona görə birinci o arteriya kapilyar böyrək. Arteriya kapilyar arteriya dediyimiz böyrəkdir. Vena kapilyar vena dediyimiz isə qaraciyərdir. Böyrək və qaraciyər verilən D variantıdır. Dördüncü sual. Demək, bakteriya hüceyrəsində B maddəsinin sintezinin sxemi verilib. B maddəsinin A genində baş verən mutasiya nəticəsində gen öz funksiyasını itirib. Mutasiyadan sonraki vəziyyət üçün hansı ifadə doğrudur? B maddəsinin sintezi dərhal dayanar. Yox, çünki A maddəsi A fermentini sintez eləyir. A fermentinin sintezi bir müddət davam edər. Əgər A geninin demək, genində mutasiya baş veribsə, A fermentinin sintezi davam etməyəcək. B maddəsinin sintezi bir müddət davam edər, bəli, çünki müəyyən qədər fermentlər var idi, buna görə də B maddəsinin sintezi davam etmiş olar. Beşinci sual, cədvəldə müxtəlif canlı aləmlərin nümayəndələrinin hüceyrələrində hüceyrə strukturlarının olub-olmaması göstərilir. Bu strukturları müəyyən edin. Deməli, bir hansı bir strukturdursa, o, heyvan hüceyrəsindən başqa digərlərinin üçündə də var. O zaman böyük ehtimalla ki, bu hüceyrə divardır. Çünki xlorofili, məsələn, 1-ə xlorofil qoysam, bu göbələk hüceyrəsində olmayacaq. Xromatofor qoysam, məsələn, bakteriya hüceyrəsində olmayacaq. Göbələk hüceyrəsində olmayacaq. Hüceyrə divarı ola bilər. Plazmidlər, məsələn, olmayacaq. Hüceyrə divarı qalsın. Deməli, ya C-dir, ya da Y-dir. İkinci hissədə bitki və heyvanda rast gəlinir ancaq o zaman plazmid deyil, çünki bakteriyada çıx qoyub. Hüceyrə divarı heyvanda rast gəlinməz. Zaten bu variantlar çıxmışdıq. Xromatofor dediyimiz hissə bitkidə heyvanda ola bilər, xromatofor ola bilər.
Üçüncü, sadəcə bakteriyalarda var. Sadəcə bakteriyalarda varsa bu plazmiddir. Məsələn, burada C variantına xlorofil yazıb. Xlorofil bakteriyada da var, bitkidə də var, heyvanda da var. Ona görə bir dənə Y variantı qalır ki, bir hüceyrə divardır, heyvandan başqa hamıda var. 2 xromatofordur, bakteriya göbələkdə rast gəlinməz. 3 plazmiddir, bakteriyalarda rast gəlinər. 4 isə xlorofildir ki, göbələkdən başqa digərlərinin hamısında rast gəlinər. Altıncı sual, hansı proses maral populyasiyasında növbəti nəsillərdə genofondun dəyişməsinə səbəb olmaz? Genofondu dəyişirsə, dəyişmirsə daha doğrusu, bu hər hansı bir somatik mutasiya falan ola bilər. Çünki maralları somatik yolla çoxaltmaq, yəni qeyri-cinsi yolla çoxaltmaq mümkün deyil. Ona görə də somatik mutasiya nəsli ötürülməz. Somatik mutasiya hansı halda nəsli ötürülür? O, fərd vegetativ yolla çoxalarsa. Məsələn, bitkilərdə falan deyə bilərik. Bəs heyvanlarda kimi deyək? Məsələn, planaridir, tumurcuqlanma ilə çoxalan hidradır. Bunlarda da qeyri-cinsi çoxalmadır. Sadəcə somatik mutasiya nəsli ötürülə bilər həmin hallarda. 7. Soğanın rəqəmlə göstərilmiş hansı hissəsinin inkişafı yan zoğların əmələ gəlməsinə səbəb olar? Yan zoğlar yan tomurcuqlardan inkişaf edir. Yan tomurcuqlar burada 6 rəqəmi ilə göstərilib. 1. Quru pulcuqlardır. 2. Ətli pulcuqları göstərir. 3. Gövdədir. Bunun gövdəsi dipcik adlanır. 4. Kök sistemidir. 5. Təpə tumurcuğudur. 6. Yan tumurcuqdur. Digərlərini də qeyd etdim sizin üçün. Bir Liambliada olan qamçıların sayı qədər nüvə. Bir Liamblianın 4 cüt qamçısı var, yəni 8 qamçı var. Söhbət 8 nüvədən gedir. Dizenteriya növünün xarici mühitdə olan sistasında neçə sistasında olar? Xarici mühitdə olan sistanın 4 nüvəsi vardır. Bir sistanın, əgər 8 nüvəyə rast gəlirsə, demək ki, 2 dənə sistada olmuş olar. 9. Bitkinin fotosintezi həyata keçirilən hüceyrəsi üçün hansı ifadələr doğrudur? Örtük toxumasına aid ola bilər, bəli, aid ola bilər. Ağızcıq hüceyrələri örtük toxumasıdır və fotosintezi həyata keçirilir. Mexaniki toxuma hüceyrələri fotosintez həyata keçirtməz. Tərkibində mütləq maqnezium daşıyan maddə olmalıdır. 9-cu sinifdə xlorofilin struktur tərkibində maqneziumun olmağını bilirik. Tərkibində mütləq sink daşıyan zolaq, sink insulinin tərkibindədir. Bu deyil. Bu, ölü hüceyrə ola bilər. Ölü hüceyrələr fotosintez eləməz. Daxili mühitin matris adlanan mitoxondrdən söhbət gedir. Orqanoidi olur, bəli. Bitkinin hüceyrələrində mitoxondriya rast gəlinir. 1, 3, 6 düzgün cavabımız A variantıdır. 10-cu sual, məməliləri quşlardan fərqləndirir. Mənə görə bu sual yanlışdır. 4 kameralı ürək dediyimiz məməlilərdə də var, quşlarda da var. İstiqanlıq hər ikisində var. Ağciyərlərinin alveolları olması bu yalnız məməlilərə xas olan xüsusiyyətdir. Quşların ağciyərlərində parabronx dediyimiz xüsusi hissələr olur. Həmin o hissələrdə də qaz mübadiləsi həyata keçirilir. Yəni quşların ağciyərlərində alveollar yoxdur. Beyin qabığının olması desə hər ikisində var, amma qırışlı beyin qabığı olması desəydi bu da fərqli olardır. Sidik kisəsinin olması dediyinə görə sidik kisəsinin olması da yalnız məməlilərdə var, quşlarda, ya bu ikisi arasında yalnız məməlidə ha. Quşlarda sidik kisəsi yoxdur. Uçmaqla əlaqədar qazanılan uyğunlaşmadır. 11-ci sual, qədim orqanizmlərin beyninin həcminin azalması sırasını müəyyən edin. Azalması dediyinə görə bilirəm ki, ən az avstralopithektir 650 kub santimetrdir. Pitekantroplar 900, 1100'dülər. Neandertallar 1400'dülər, Kromanyonlar da 1600 idilər. Bunlar beyin həcmlərdirlər. İndi azalma doğru deyirəmsə 3 ilə başlayıb 2 ilə bitməlidir. Variantımız olacaq B variantı. 12. İnsanın skeletində körpücük sümükləri döş sümüyünə birləşməsəydi. Bilirik ki, döş sümüyünə kənardan 7 cüt qabırğa birləşir, 2 dənə də körpücük sümükləri birləşir. Əgər indi bu körpücük sümükləri birləşməyibsə, onda nə qalır? 7 cüt qabırğa, 12 cüt qabırğamızın 7 cütü gəlib döş sümüyünə qığırdaqla birləşir. Deməli, əksər qabırğalar döş sümüyünə birləşərdi.
Birinci quruluşa malik olan Birincili quruluşa malik olan 4 ədəd yəqin ki, yaxud da 4 molekul bir zəncirli zülal haqqındakı məlumatlar bunlardır. K və L zülalları eyni sayda, eyni növ amin turşularından ibarətdir. Deməli, K və L bir növdülər. Çünki eyni saydadırlar və eyni növ amin turşularından ibarətdir. Bütün canlılarda eyni adlı zülallar eyni növ amin turşularından təşkil olunur. L və M zülalları eyni saydadır, amma müxtəlif növdür. Deməli, K ilə L eyni növdülər, amma L M-lə sayca eynidirlər. Deməli, K ilə də sayca eynidirlər. O zaman bunların sayları bir-birinə bərabərdir. M amma başqa bir zülaldır. M ilə N eyni sayda eyni növ. Deməli, M ilə N də həm eyni saydalar, həm də eyni növdülərsə, deməli, burada ikinci növdülər. Bu artıq ikinci növü əmələ gətirdilər və bu məlumatlara əsasən hansı ifadə doğru deyil. K-nın sayı L-ə bərabər idi, L-in sayı M-ə bərabərdir, M-in də sayı N-ə bərabər idi. Deməli, bu iki növ zülalda amin turşularının sayı eynidir. L və N arasındakı radikalların sayı fərqlidir, yanlış olacaq. Çünki bir amin turşunun bir radikalı var, radikalların sayları bunlarda eynidir. Təbii ki, kütlələri fərqli ola bilər. 14. Demək, bitki alt dərcik, üst dərciklərə görə ağızcıqlar verilib. Buradan çıxarda biləcəyimiz nəticə. Əksər canlıların, bitkilərin ağızcıqları alt dərcikdə yerləşir. Həm alt, həm də üst dərcikdə yerləşibsə, bu ya kələmdir, ya da süsəndir. Z-də baxıram, alt dərcikdə ağızcıqları yoxdur, üst dərcikdə yerləşirsə, deməli bu ya taxıldı. Taxıllarda da yalnız üst dərcikdə olur. Bir də su bitkiləri ola bilər. Su bitkilərində də onların alt tərəfi suya söykənir deyə ağızcıqlar yarpağın üst tərəfində yerləşir. 3 növ bitkinin demək dəricinin 1 kvadrat millimetr sayısındakı ağızcıqların sayı verilib, hansı ifadələr doğrudur? Suyu ən çox buxarlandıran Z bitkisidir. Z bitkisinin 50 ağızcığı varsa, burada 100 qapayıcı hüceyrə var. Ümumiyyətlə, ağızcıqların sayına görə eləyək, qapayıcı hüceyrələri çevirməyək. Məsələn, bunun sadəcə 50 ağızcığı var, bunun sadəcə 20-dir, amma bunda 70-dir. Deməli, ən çox bu deyil. 70 ağızcığı olan daha çox buxarlandırar da, düz deyilmi? 2-yə baxırıq. Ən az suyu buxarlandıran X bitkisidir. Ən az suyu buxarlandıran, X-də ən az ağızcıq sayı var idi, 20 dənə. Deməli, ən az buxarlandıran X-dir. O zaman 2 doğrudur. Z bitkisi suda yaşaya bilir. Onun ağızcıqları üst tərəfdəydi, ona görə suda yaşaya bilir. Y bitkisi quraqlığa davamlıdır. Y-in həm alt, həm üst dəricində var idi. Bu necə quraqlığa davamlıdır ki, bu deyil. Y bitkisi süsən ola bilər. Biz də səhv etməmişsə elə yazdım, düzdürmü? Kələm və süsən yazmışdım mən hissəyə. Ola bilər, çünki ağızcıqları hər iki tərəfdə yerləşir. X bitkisi Victoria ola bilər. X-in ancaq alt dəricində idi. Victoria su bitkisidir, onda üst dəricikdə olmalıdır. 2, 3, 5 düzgün cavabımız olacaq D variantı. 15-ci sual. Seçenova görə baş verən reflekslərinin mərhələləri refleks göstərinin şəkildəki hansı hissələrinə uyğun gəlmir? Seçenova görə baş verən reflekslərinin 3 mərhələsi var edir. Duyğu orqanları vasitəsilə qıcığın qəbulu, beyində gedən oyanma tormozlama prosesi, bir də insanın buna qarşı rəftarı. Deməli, duyğu orqanları dedik ki, reseptor sahəsi var imiş. İkinci isə mərkəzi sinir sistemidir. Beyində gedən oyanma və tormozlama. Üçüncü də insanın buna qarşı verdiyi cavabı. Cavabı da işçi orqandan hərəkət edirik. Deməli, hissi yol, bir də hərəki yol dediyimiz hissələr Seçenova görə bu şəkildə uyğun gəlməyən hissələr idilər. 16. Orta qulaq, daxili qulaq hissəsini deyir bizdən. Demək, orta qulaq boşluğunda hava var deyirdik ki, Yevstaxi borusu vasitəsilə 1 kub santimetr hava olurdu. Bir də Yevstaxi borusu buraya açılır deyir. Daxili qulaqda isə reseptorlar var idi ilbizin üzərində. Bir də qulaq kiri vəzləri deyir, bu şeydədir, ümumiyyətlə heç birinə aid deyil. Xarici qulaq hissəsində idi. Müvazinətə xidmət edir. Bəli, daxili qulaqda vestibülyar aparat da müvazinətə xidmət edir. B, D, A, Y düzgün cavabımız olacaq. Y variantı. 17.
Ananın qan qrupu heterozigot 3, yəni ana B sıfırdır. Onun övladının isə heterozigot 2-dir, yəni A sıfırdır. Atanın qan qrupunun mümkün və mümkün olmayan genotiplərini müəyyən edin. Demək, ana B sıfırdır. Evlənib kimlə? İndi onu tapaq. Uşağı doğulub A sıfır. Deməli, ana öz uşağına sıfır genini veribsə, mütləq A geni atadan gəlib. O zaman atanın genotipi AA da ola bilər, A sıfır da ola bilər. Bir də A geni daşıyan A, B də ola bilər ki, A-nı atadan alıb, sıfırı anadan alıb. Deməli, atanın mümkün olan qan qrupları 2, həm homo, həm heterozigot, bir də dördüncü qan qruplu. Ata ola bilməz dediyinə görə B, B ola bilməz. Çünki B, B isə ana sıfırın veribsə, A-nı atadan almalıydı. B sıfır ola bilməz, ola bilməz. Çünki sıfır anadan alıbsa, digərindən A-nı almalıydı. Bir də sıfır sıfır ola bilməz. Çünki A geni gəlməliydi digər tərəfdən. Deməli, AA, A0, AB ola bilər, digərləri ola bilməz. Düzgün variantımız B. 18. Xlamidionadan qeyri-cinsi çoxalma zamanı maksimum sayda zoospor əmələ gəlmişdir. Maksimum sayda dediyinə görə xlamidionadan qeyri-cins çoxalmasından 4-8 zoospor olur. Maksimum dediyinə görə 8 zoospor yaranır. Bu prosesdə cəmi neçə mitoz bölünmə prosesi baş verib deyir bizə. Neçə mitoz bölünmə deyirsə, 8 dənə zoosporun əmələ gəlməsi üçün 7 mitoz bölünmə gedir. Ona görə cavab olacaq 7. Desəydi, neçə dəfə mitoz bölünmə gedib? Dəfə sözünü desəydi əgər 3 dəfə olardı. Çünki 2 üstü 3 8 eləyir. 3 dəfə mitoz bölünmə, 7 mitoz bölünmə prosesi baş verir. Yəni, görürsünüz, A variantında 3 yazıb bizi çaşdırmaq məqsədi ilə, amma neçə mitoz bölünmə dediyinə görə cavabımız olacaq D. 19. Demək, sxemdə oxlarla göstərmiş proseslərdən hansı energetik mübadilənin birinci, yəni hazırlıq, ikinci glikoliz və üçüncü hidroliz mərhələlərinə aiddir. Hazırlıq mərhələsi dediyimiz iri üzvü birləşmələr öz monomerlərinə parçalanır. Məsələn, glikogen, mürəkkəb karbohidratın glikozaya parçalanması bu olacaq hazırlıq mərhələsi. Yəni A. İkinci glikolizdir. Glikolizi təmliyin gözümüzün qabağına gətirsək, glikozanın atımın parçalanması nəticəsində süd turşusunun alınması. Deməli, ikinci B-dir. B hissəsi bura uyğun gəlir Z-də, süd turşusunun alınmasıdır. Üçüncü hidrolizidir. Həmin o süd turşusunun oradan hidrolizə uğraması oksigenli mərhələdə bu hissədə olacaq. Üçüncü mərhələ, yəni C hissəsi. Deməli, AX-dir. B Z-dir, C-dəki Y-dir, variantımız olacaq C variantı. 20. Cədvələ əsasən əzəlləri müəyyən edin. Fəaliyyətin tənzimləyən sinir sistemi vegetativdir. Yəni avtonom sinir sistemidir. N zolaqlılığı var və bir nüvəsində çoxlu, bir hüceyrəsində çoxlu nüvəsi vardır. Deməli, X, üzr istəyirəm, X N zolaqlı əzələdir və avtonom sinir sistemi ilə idarə olunur. Məsələn, bu ola bilər ürək əzələsi olsun. X yazırıq bura, ürək. Y-ə baxıram. Avtonom sinir sistemi ilə idarə olunur, N zolaqlı deyil. O zaman say əzələdir və bunun da bir nüvəsi vardır. Y olacaq say əzələ. Z somatik sinir sistemi ilə idarə olunursa, bu mütləq N zolaqlı əzələdir. N zolağı var və çox nüvəlliyi var ki, bu da olsun skelet əzələsi. Skelet, deməli, X ürəkdir. X ürək saya, skelet belə, saya əzələni Y yazmışam da. Yəni, olacaq A variantı. Yazdığımı oxuya bilmədim. 21. Çiçəyi bitkisi həşəratı tutduqdan sonra baş verən proseslərin ardıcıllığını müəyyən edin. Çiçəyi tutubsa, birinci həmin o həşəratın üzərinə şirə ifraz edərək onu həzm edir. Həzm etmə onun peptid rabitələrinin qırılması deməkdir. Yəni, birinci 2 baş verər. Qırandan sonra həmin o həzm olunmuş qidanın amin turşularını sordur. İkinci, yəni bir gələcək burada ikinci hissədə. Üçüncü, o sorduğu amin turşularından yeni zülalın sintezi üçün istifadə edir. 2, 1, 3 variantımız olacaq B variantı.
22. Euler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Hə. Çox illikdir. Çox illikdir palıd. Çox illikdir. Yarpaqda yarpaq arasının sayı daha çoxdur. Palıdın yarpağı sadədir. Noxud mürəkkəb yarpaq olduğuna görə 2 bura aiddir. Yarpağı tor şəkilli damarlanır. Bunun hər ikisi ikiləpəlidir. Yarpaqları tor şəkilli damarlanır. 3 ortağa aiddir. Sadə yarpaqlara malikdir palıd. Mürəkkəb yarpaqlara malikdir noxud. Saplaqlı yarpaqları vardır hər ikisində. Deməli 1, 4, 2, 5, 3, 6 düzgün variantımız olacaq B. 23. Populyasiyada 390 fərd dominant əlamətin genini daşıyır. Resessiv əlamətli fərdlər bütün fərdlərin 22%-ni təşkil edir. Deməli, dominant əlamətli fərdlər 390-dır və bu 390 78% olmuş olacaq ki, digər resessivlərdə 22-dir. Onda 390-ı 78%-dir, x-i 22%dir, x də bərabərdir. Bir dəqiqə bunu hesablayın. Demək nə? 390-ı vurarıq 22-yə, bölərəm 78-ə, x deyəcək 110. Bizdən də istəyir ki, resessiv homozigot, zaten resessivlər homozigot olurlar. Düzgün cavabımız elə 110 olacaq. 24. Əgər qida zəncirinin bir halqasından digərinə keçərkən maksimum 38.000 kilojul enerji itibsə, onda keçid zamanı nə qədər enerji keçər bir halqadan digərinə? Hə. Enerjinin maksimal itməsi dedikdə enerji minimum keçib ki, itən maksimumdur. Deməli, ümumiyyətlə enerji keçir 5-20%. Əgər 5%-i keçirsə 95-i itib, 20%-i keçibsə 80%-i itib. Bizə də enerjinin maksimum itməsi deyir. Yəni 95%. O zaman 38.000 kilojul 95%dirsə, biz keçən enerjini axtarırıq. Nə qədər enerji 5%dir? X də bərabərdir. Demək 95, 5 olsun 38.000, 19, 2000. 2000. 24 idi. Bu 25. Sutkanın işıqlı vaxtında yaşıl bitkinin yarpağında həm fotosintez gedir, həm də tənəffüs prosesi gedir. Verilmiş vaxt ərzində bitkinin quru kütləsi artırmı artır, çünki fotosintez gedir, karbohidrat sintez gedir. Atmosferə oksigen xaric edir, bəli, fotosintezdə atmosferə oksigen xaric edir. Atmosferə karbon qazı xaric edir, həm də burada tənəffüs edir deyə karbon qazını da xaric edir. Və tənəffüs edə bilməsi üçün atmosferdən oksigeni udur, karbonu xaric edir. Fotosintez etməsi üçün də atmosferdən karbonu udurdu. Bitkinin quru kütləsinin azalması isə yanlışdır. Yəni 1, 2, 3, 4, 5 variantları doğrudur. Əslində açıq suallarda bu qədər düzgün variantın olmasının özü də biraz qəribə gəldi. Bu qədər verməməli idilər. 26. Psikantroplara aid hansı ifadə doğrudur? Deməli, bir dənə Y nədirsə psikantroplarda olub, digərləri olmayan xüsusiyyətlərdirlər. X deyir ki, dəri paltar geyinib ifadəsi səhvdir. Həqiqətən də səhvdir də. Bu bizim üçün düzgün fikirdir. Və yaxud da bunu necə yadınızda saxlayın? Bu fikir səhvdir, bu da səhvdir. 2 mənfi müsbət eləyir, ona görə bu düzgündür. Y deyir ki, sümükdən alət düzəldib, yox, bunlar daşdan alət düzəltmişdilər. Z deyir ki, beyin həzmi 1400 olub, bu səhv fikirdir. Burada da çıx olduğuna görə 2 səhv bizim üçün düzdür. Qaşüstü qövsə malik olub ifadəsi düzgündür. Burada yanlış verdiyinə görə bizim üçün yanlışdır. Oddan istifadə edib, bunlar demək oddan istifadə ediblər, amma odu qorumayıblar, nə də od əldə etməyiblər də. Sadəcə yanan oddan istifadə ediblər. Sürü halında yaşayıblar ifadəsi düzgündür, amma burada çıx qoyduğuna görə yanlışdır. Deməli, düzgün variantımız 1, 3, 5 olacaq. 27. Uyğunluğu müəyyən edin. Pektin balqabağın tərkibində olan karbohidratdır, insulində bir zülaldır. Və bu pektin ağır metalları adsorpsiya eləyirdi. Tərkibində karbon, hidrogen, oksigen, yalnız 3 növ kimyəvi elementi var idi.
Hormondursa insulin hormondur. 51 monomerdən təşkil olunub, düzdür. Qeyri-üzvü birləşmədir. Bunun heç birinə aid deyil. Çünki bunun ikisi də üzvü birləşmədir. 28. Çoxallellik ilə təyin olunan bir əlamətin genlərinin nəsil ağacında ötürülmə sxemi verilir. Bu allellər üzdə çillərin miqdarını tənzimləyir. Demək, allellərə görə A1, A2, A2, A3 ilə evlənib və bunların da uşaqları dünyaya gəlib. Valideynlərin hansı genotipli övladın doğulma ehtimalı yoxdur. Bunu uşaqlar əslində gördükdə çox da qəribə gəlməsin bizə. Adicə A və B kimi də düşünə bilərsiniz bunu. Məsələn, bu A1 ilə bu A2 görüşüb, A1, A2 belə bir uşaq doğula bilər. Bu A1 ilə bu A3 görüşüb. Məsələn, bax burada. Bu uşağın da doğulma ehtimalı var. Bu A2 ilə bu A2 görüşərsə, A2, A2 belə bir uşağın doğulma ehtimalı var. Bu A2 ilə bu A3 görüşərsə, bu uşağın da doğulma ehtimalı var. A1, A1 olma ehtimalı yoxdur. Çünki A1 ancaq burada var. Qarşı tərəfdə də A1 olmalıydı. Deməli, hansı uşağın doğulma ehtimalı yoxdur? 3 nömrəli uşağın və yaxud da 3-cü uşağın doğulma ehtimalı yoxdur. İkinci deyir ki, əlamətlərin artma ardıcıllığı, yəni ən zəifi A1-dir, ən güclüsü A3-dür. Ya da bunu belə yazın, A3 böyükdür A2-dən, A2 də böyükdür A1-dən dominantlığına görə deyirəm. Onda çilləri daha çox olan. Çillilik bilirik ki, dominant əlamətdir. Əgər A3 hamısından böyükdürsə, A3-ün olduğu daha çox demək, nə deyir bizdən? Çilləri daha çox olan istəyir, hə. Ən zəifi A1-dir. Deməli, A2 ilə A3-ün olduğunu götürməliyəm ki, çilləri daha çox olan deyir bizə. Məsələn, A3 ilə A1-in də, məsələn, bu 4-cü oğlanın da çili var. Amma 5 rəqəmi ilə göstərilənin çili daha çoxdur. Çünki A2, A3, A2 ikisi də A1-ə görə daha çox dominantlıqdır. Cinsiyyəti həm də çillərin miqdarı valideyni ilə eyni olan övlad. Cinsiyyəti, deməli, atada A1, A2 orta səviyyəli çillər var. Cinsiyyəti oğlanlara baxıram A2, A2, bu A1 ən zəifi idi axı və yaxud da A1, A3 bu da ondan biraz çox idi. Onda bu deyil. Qızlara baxıram A1, A2 o qədər çilli deyil, çünki A1 ən zəifidir. A2 ilə A3-ə baxıram. Ana çox çillidir. A2, A3-ü var və 5 nömrəli fərd olan qız həm genotipinə görə, çilliliyi miqdarına görə ana ilə eynidir. Ona görə düzgün cavabımız yenə də 5-ci olmuş olacaq.